Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Selamun aleyküm, her vaxtınız xeyir olsun. Allah Teala oruçlarınızı, namazlarınızı inşallah qəbul eləsin. Bizim aile mühitində uşaqların tərbiyəsi barəsində danışdığımız mövzumuz var idi. Bir neçə cələsə barəsində danışdıq. Yenə də inşallah bəhslərimiz davam edir. Əvvəlcə yenə də əvvəlki o kilit kəlmələrə, əsas kəlmələrə işarə edeyim. Dedik ki, bizim bəhsimiz tərbiyyət mövzusu barəsində, tərbiyə barəsində, uşaqların tərbiyəsi barəsində idi. Tərbiyə barəsində dedik ki, tərifini deyiblər ki, bir şəxsə bir şeyi, bir rəftarı, bir baxışı, bir davranışı öyrətməkdir ki, ömrünün hər anında ondan istifadə eləsin. Bir insan müxtəlif mühitlərdə böyüyür, onların tərbiyələrini, daha doğrusu onların birincisi dedik ki, ailə mühitidir. Və ondan sonra biz bundan qabaqki bəhslərdə işarə elədik ki, həya bəhsi ki, biz üstündə istəyirik danışaq. Həya bəhsi dedi, insana fitrətən Allah Teala tərəfindən qoyulmuş bir hədiyyədir, insanın daxilə qoyulmuş bir hədiyyədir. Valideynlərin vəzifəsi bu hədiyyəni inkişaf elətdirməkdir, aradan aparmaqdır. Ondan sonra danışdıq ki, həya barəsində bizim fiqhdə, həya bəhsinin üzərində bizim fiqhdə çoxlu məsələlərimiz var ki, ictimai və fərdi mövzularda, onlardan biri ictimai mövzulardan dedik ki, həya üzərində qurulan bəhslərimiz, fiqh bablarımız, fəsillərimiz dedik ki, yaxşılığa əmrləmək, pislikdən çəkindirməkdir və dedik ki, fərdi cəhətdən o fiqhi bablarda ki, bəhs olunub, o dedik ki, qeybətdir ki, əsl mövzu və məhvər orada həyadır, gəlib fiqhimizdə hətta bundan bəhs edir. Bura qədər bəhslədiyimiz mövzular nə barədə idi? Yəni bu ki, danışdıq, keçən bəhsdə, axırlarda danışdıq, yaxşılığa əmrləmək, pislikdən çəkindirmək, qeybətin haram olması, bu fiqhi bəhs edir. Amma həya ilə deməli, iman arasında əgər biz təzədən böyük bəhs açsaq, bunun özünün əxlaq elmində yəni, geniş bəhslər var. Bu bəhsdə işarə eləmək istəyir müəllif, yenə də imanla həya arasında olan sıx bağlılığa ki, hansı rabitəsi var. Niyə bu bəhsi açır? Qıbdən balaca işarə edək. Dedik ki, bir ailədə valideynlərin həyalı olması vacibdir və həmçinin uşaqların da içərisində Allah Teala fitrətən həyanı qoyub. Valideynlər həyalı olmalıdır, ta uşağın həya pərdələri aradan getməyə. Və deyir ki, burada əlavə bir dənə də qeyd artırır ki, həyanın yanında başqa bir qeyd də var. Bizim xilqətimizdən hədəf Allah yaradır ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونَ. Bizim yaratılışımızda hədəf və qayət bizim Allah'a ibadət eləməyimizdir. Qərəz bizim Allah'a ibadət eləməyimizdir. Bəndə olmağımızdır xülasə. Bəndəçilikdə həya lazımdır ki, heç həyanın bölünüb başqa bir qeyd də var. Günlər o bəhsin üzərində istəyir ki, bəhs eləyək müxtəsər formada ki, onun da o olmasa həya yoxdur, həya olmasa uşaqların pərdəsi, həya pərdəsi aradan gedəcək və bizim dillər əlbəttə çox pis səslənir, yəni həyasızlıq. Həya yaxşı qəbul olunur, həyasızlıq pis qəbul olunur, amma hər halda yenə də bu yəni gərək qəbul olsun ki, ya həya var, ya yoxdur bu mövzuda. Bu bəhsdə bir neçə dənə hədis gətirir bizim Əhl-i Beyt əleyhissalamdan, İmam Sadiq əleyhissalamdan və İmam Baqir əleyhissalamdan və həmçinin Həzrət Əli əleyhissalamdan və İmam Həzrət Peyğəmbər sallallahu bir neçə dənə hədis gətirir, imanla həyanın bağlılığına işarə edir. Birinci hədis İmam Sadiq əleyhissalamdandır. İmam Sadiq əleyhissalam buyurdu ki, hər kəsin həyası olması imanı olmaz. Yəni, həya o qədər əhəmiyyətlidir ki, təkcə tərbiyə mövzularında bizə lazımdır. Bir şəxsin imanı olmasa, qiyamət günü üzü qaradır. Allah yanında heç bir məqama sahibdir. Heç bir savabı yoxdur. İman şərtdir. Biz əgər baxsaq, Hucurat surasının 15-ci ayəsində səhv eləməsəm, döyüşlərdən birindən sonra idi, çoxlu qənimət ələ gəlmişdi. Deməli, onda bir dəstə ərablar, ərab deyir, vəqaləl ərab, ərabiyyun, əgər səhv eləməsəm belə bir kəlmədir. Ərəblər, xülasə çöldə yaşayan ərəblər ilə ki, gördülər çoxlu qənimət ələ gəlib. Dedilər, amənlə, amənlə. Allah Teala Peyğəmbərə buyurur ki, Peyğəmbər deyir ki, iman gətirmədilər. Ləmmə tu'minu. Qul ləm tu'minu. Ləmmə yədxulil iman fi qulubikum. Hələ iman sizin qəlbinizə daxil olmuyor. Yəni Allah Teala o niyə
İman yalandan deyirlər, iddia edirlər. Qəlblərində iman yox idi. Sadəcə o qənimətə görədilər ki, biz amənlə iman gətirir. Allah Teala belə bir imanı qəbul etmir. Bəs bir şəxsin həqiqətən imanı olmasa, onun faydası yoxdur. Bəs iman lazımdır. İndi bu bəhsin də birbaşa onunla əlaqəsi var ki, bir şəxsin imanının olması üçün, bu şəxsə imanı şəxs demək üçün dini baxışdan lazımdır həyası da olsun. İmam Sadiq əleyhissalam buyurur ki, hər kəsin həyası olmasa imanı da olmaz. Yəni İmam Sadiq əleyhissalam burada həyanı imanın təməli olaraq qərar verir. Yəni fərz edək ki, bir ev tikmək istəyirik, təməl olmalıdır ki, onun betonu tökülməli, ta üzərində ev tikilsin. İmam burada buyurur ki, hər kəsin həyası olmasa imanı yoxdur. Mənası nədir? Yəni əvvəl imandır, əvvəl həyadır. Həya olmasa iman yoxdur. Bir şəxs mümkündür iddia edir ki, mən imanım var, çox imanlı adamam. Amma bəzi yerdə həya riayət eləmir və yaxud da həyam olsa o qədər də mənim üçün əhəmiyyəti yoxdur. Qadın olsa danışığına, qadının həyasından sayılan şeylərdən biri də onun səsidir. Qadın gərək öz səsindən müğayət olmalıdır, geyimindən müğayət olmalıdır, baxışığından müğayət olmalıdır, danışığından müğayət olmalıdır ki, bunlar hamısı həyanın içinə daxil olan şeylərdəndir. Və imam buyurdu ki, hər kəsin həyası olmasa iman olmaz. Növbəti bir hədis də gör məsələ nə qədər dəqiqdir və dərindir imanla həya arasında. Bir şəxsin imanı olmasa həyası yoxdur. Həyası olmasa imanı yoxdur. Həyası olmasa da uşaqlar necə böyüyəcək? Uşaqlar da həyasız formada böyüyəcək. Yəni İslam deyən tərbiyə artıq bunlarda görüşməyəcək. Bunlar artıq İslam deyən kimi tərbiyələnə bilməyəcəklər. O zəminə var, amma aradan aparılır. İnsan pak doğulur, insan günahsız doğulur, insan yəni bunların hamısından uzaq doğulur, sonradan düşdüyü cəmiyyətə görə, mühitə görə formalaşır. Günahkar cəmiyyətə mühitə düşsə, orada insan günahkar olur və pak mühitə düşsə, yaxşı mühitə düşsə, iman mühitinə düşsə, istər-istəməz o da təsir qoyur. Digər bir rivayət isə İmam Bakır əleyhissalam buyurur ki, həya ilə iman bir-birinə yaxındırlar, yəni bir yerdədirlər. Hər vaxt biri getsə, o birisi də gedər. Bunu İmam Bakır əleyhissalam buyurur. Yəni belə deyir ki, iman gedə, həya qala. Həya gedə, iman qala. Bunlar həmişə bir yerdədirlər. Biri getsə, o birisi də gedər. İman buyurur. Nə qədər əhəmiyyəti var. Hətta bu bəhsin düzdür ki, bizim bəhsimiz ailə mühitində uşaqların tərbiyəsidir. Bu məhvərdə danışırıq, bu ətrafda danışırıq. Amma bunun başqa ibarə ilə deyirsə, bunun başqa iman sahiblərində də dəlaləti var. Onların barəsində də yeni keçəridir bizim bəhsimiz ki, bir şəxs iman əhlidirsə, ibadət əhlidirsə, iman əhlidirsə, Allah iman gətiribsə, lazımdır ki, bu bəhslərdən xəbərdar olsun ki, həyası olmasa imanı da yoxdur. Bəs biz nə nəticə götürürük? Nəticə götürürük ki, hər kəsin həyası olmasa imanı yoxdur. İmanı olmasa bədbəxt artıq bu şəxs. Hər nə iş görsə də bu şəxs bədbəxtdir. İmam Əli əleyhissalam başqa bir hədisdə buyurur, bir qədər də şiddətli mənası var. Buyurur ki, imanla həya bir yerdədir. Heç vaxt bir-birindən ayrılmaz. Çox dərindir, diqqət edin. O birisi dedi ki, hər vaxt biri getsə, o birisi də gedər. İmam Əli əleyhissalam buyurur ki, heç vaxt bir-birindən ayrılmaz. Yəni, elə deyir ki, biri gedə, biri qala. Əgər qalacaqsa, hər ikisi var. Biri qalacaqsa, hər ikisi qalacaq. Gedəcəksə biri, hər ikisi gedəcək. Çox-çox dərindir. Həzrət Peyğəmbər sallallahu əleyhi dediyi isə laf dərin bir mənası var. Buyurur ki, bütün din, buyurur ki, Həzrət Peyğəmbər, Əl-həyəu huvəd-dinu kulluhu. Deyir, bütün din həyadan ibarətdir. Həya yəni bütün din yəni həya. Hətta bu qədər eyniləşdirir. Deyək, biz danışırdıq, iman həya ilə bərabərdir. Yəni, elə həya, din həyadır. Bunlar bir yerdə də o varsa, bu da var. Həzrət Peyğəmbər sallallahu buyurur ki, yox, din yox, iman yox. Biz bəyala dedik ki, iman həya ilə bağlıdır. İndi isə Həzrət Peyğəmbər sallallahu deyir ki, bütün din elə həyanın özüdür. Din yəni həya, həya yəni din. Nə qədər dərin bir mövzudur. Bəs valideynlər nə varmalıdırlar? Təkcə iddia eləsələr ki, biz həyalı yox, imanları olmasa faydası yoxdur. Yəni, təkcə imanları barəsində çoxlu mən valideynlərlə görmüşəm, böyük uşaqları var. Məsələn, görsən ki, bir uşaqlarını döyürəm, vururam. Artıq yəni yaşı keçib artıq yəni o yaşdan. Elə bilirlər ki, zorla nəsə olar. Yox. Ən gözəl danışıq Allah Taala öz peyğəmbərlərinə və öz bəşər yaratdıqları ilə sözlə danışdı. Düzdür ki, əzabı da var. Öz yerində. O Ərhəmər Rahim olan Allahı elə qəzəbləndirir bu şəxslər ki, Allah Taala əzab da yaradır, cəhənnəm də yaradır. O öz yerində. Amma Allah Taala öz yaratdıqları ilə sözlə danışır. Bəs peyğəmbərlərə demədi, git, döy.
Ged, öldür, öldürmə. Sözlə başa sal. Düzdür, Peyğəmbər döyüşüb, amma Peyğəmbər müdafiə ünvanında döyüşür. Heç vaxt Peyğəmbər gəlib kimisə məsləhətsiz olmadan döyüş aparmır. Düzdür, bəzi ibtidai döyüşlər Peyğəmbər sallallahu əleyhi edib, orada da xətər var idi. Məsləhət var ki, Peyğəmbər gələ döyüş başlayır. Yəni səbəb yenə də hər bir halda qarşı tərəf, düşmən tərəf, imansızların və kafirlər olur da ki, səbəb olar Peyğəmbər olandan döyüşsün. Və illə Allah Teala Peyğəmbərə deyir ki, Peyğəmbər bəşarət ver, qorxuz və müjdə ver, yəni dəvət elə. Peyğəmbər gəlmiş sözlə danışmalı. Odur ki, Quran o sözlərin ən yaxşısıdır. Hər bir ailədə valideynlər əgər istəyirlər uşaqların bəs nəsihət eləyərlər, tərbiyə eləyərlər. Əvvəl budur ki, bizim bəhsdən yavaş-yavaş gəlir ki, həyalı olmalıdırlar. Həyadan əlavə də imanlı olmalıdırlar. İman olsa həya, olmasa həya olsa iman olmasa heç bir faydası yoxdur. Bəs bunların hər birinin olmaması, digərində olmaması ilə bərabər nəticədə uşaqlar nə edəcəklər? Allah deyən kimi tərbiyə almaq istedadından məhrum olacaq və Allahın qoyduğu həya pərdələri cırılacaq və bu şəxslər gələcəkdə. Hətta mən çox danışıram. Əlaqələrimiz var bəzi möminlərlə. Danışırlar ki, biz neyniyək? Biz belə bir ailədə böyümüşük ki, bilməmişik din nədir, İslam nədir. Bilməmişik, məsələn, içki içmişik, bəzi günahlar bilməmişik, valideynlərimiz deməyib. Yəni, insan bir yaşa çatandan sonra yavaş-yavaş başlayır valideynləri qınamağa. Hərçən ki, onun dünyaya gətirəndirlər, o tərəfi möhtərəm, amma yenə də valideynləri qınayırlar ki, valideynlər bizə bunu deməyiblər. Və bu getdikcə daha çox aşkar olmağa başlayır. İkinci bəhsimiz budur ki, yenə də birinci ilə əlaqəlidir. Uşaqların həyasının qorunmasının vacibliyidir. Biz qabaqki bəhsdə dedik ki, Allah Teala Quranda buyurur ki, uşaqlarınız otaqlarınıza daxil olanda onlara öyrədin ki, birbaşa daxil olmasınlar, icazə alsınlar. Otaq həmin o 3 vaxtda otaqları sizin xəlvət vaxtınızdır. Yəni, hətta siz yarı çılpaq formada uşaqlarınız görməsinlər. Yəni, elə eləyin ki, uşaqlarınızı, elə öyrədin ki, uşaqlarınız artıq icazəsiz daxil olanda, mən görmüşəm bəzi uşaqlar icazə ilə daxil olurlar. Çox ədəbli. Belə uşaqlar çox ədəbli görürlər. Qıraqdan baxanlar çox onu təqdirə layiq qarşılayır ki, maşallah çox ədəbli uşaqlar var filan kəsin. Mən özüm görmüşəm, həqiqətən çox fəxr olunması uşaqlar. Bilir ki, məsələn, insan elə bilsin ki, bir din xadimi yetişdirir. Hər bir şeydə icazə. Əlbəttə, uşağı gözüm çıxdıya yox, danışıb düşündürməklə, divar döyüb məcburləməklə, o da yox, danışıqla, azadlıq verməklə uşaqdırsa, uşağın haqqıdır ki, öz yaşında, öz yaşına uyğun olaraq, yaşının tələb olaraq oynayacaq. Onun çox dərin mətləblər yadında qalmır. Ona heç vəzifəli də deyil. Uşaqlıqdır, insan uşaq vaxtı xətalar eləyir, yıxılır, sındırır, dağıdır, uçurdur, ta onlardan təcrübə ilə gətirir. Məsələn, isti bir şey yaxınlaşanda, məsələn, əlin vuranda əl yanır, artıq təcrübə ilə gətirir ki, ona isti bir şey əl vurmaq olmaz, yandırar. Və bu kimi şeylər. Uşaq o yaşında təcrübə ilə gətirir, heç bir məsuliyyəti yoxdur, Allah Teala tərəfindən də vəzifələnməyib, məsuliyyəti yoxdur. Onun üçün sən dedin, demədin, uşaq onu eləyəcək. Əgər indi bir şəxs uşağı gözümçıxdıya salsa, məcbur eləsə uşağı ki, gərək mən deyən eləsən, o artıq olan deyil. Uşaq əgər bu hərəkətlər eləməsə, xəstə olacaq. Stresdən, məsələn, deyirlər ki, güşənişin olub, artıq demir, gülmür, yemir, içmir. Mənə yazırlar bu var. Uşaq olmaz belə. Ya böyüyənə qədər, özünü dərk edənə qədər otaqda sıxıb saxlayırlar. Çox gərək belə olasan, çox gərək belə olasan, başa salmadan, dərinə getmədən uşaq azad olan kimi artıq nifrət eləyəcək buna deməli, o təlqin olunan şeylərdən. Mümkün tamam dindən çıxar. O cür ki, mən görmüşəm ki, bu hadisələr mənə xəbər verirlər həqiqətən. Odur ki, uşağın yaşında gərək ona mütləq mənada tamam azad buraxmayasan ki, gedək kimisə pəncərəsini sındırar, kimisə evini uçurdar, kimisə nəyinsə oraya. O cür yox. Amma bir həddə uşaqların azadlığı lazımdır, doymalıdır. Hər kəs uşaqlığında uşaqlıq eləyib, ondan doymasa, böyüyəndə uşaqlıq eləyir. Hər nə qədər nəsihət eləsin, uşaqlıq eləyir. Çünki doymayır. Qardaşlardan bir də bu yaxınlarda biri danışır, dedi ki, böyük bir şəxslərdən birini gördüm, məsələn, 35 yaşı var. Gördüm, oyun oynayır uşaqları ilə. Sən bu yaşda mömin adamsan, bu yaşda bəs oyun oynamaq nədir? Uşaqlar bunu oynayır. Dedi, uşaq vaxtı, istəmişəm, atam qoymur. İndi onun, belə deyək, o azarı öldürürəm, bizdə belə deyirlər, o azarı öldürürəm. Ki, mən, yəni bir başqa birindən eşitdim ki, deyir ki, atam məni qoymur, məsələn, bir oyun oynamağa, xəlvətdə getdim, bir dənə, məsələn, telefon aldım, o qədər oynadım, doydum, ta o, ondan doyandan sonra artıq telefonu da qoymuşam kənara, hətta belə deyənlər də var.
Bəs nə dedi? Dedi ki, uşaqlarınızı bu cür öyrədin ki, özləri dərk eləsinlər ki, icazəsiz otağa girmək, yəni pis bir işdir. Hər bir şey gərək icazə ilə olsun. Niyə görə? Uşaqların pərdəsi aradan getməsin. Həya pərdəsi aradan getməsin. Bu bir dənə dəstur idi və göstəriş idi. Əməl etib onun üzərində bəhs elədik. İmam Sadiq əleyhissalamdan bir dənə də başqa bir hədis var, başqa bir mövzuda. Digər bir mərhələdə. Artıq buradan sonra başqa bir məsələyə işarə edəcəyik. Çox-çox əhəmiyyətlidir. Artıq demək olar ki, bu məsələ itməkdədir hətta. Və problemlərin də çoxu buradan qaynaqlanır. İmam Sadiq əleyhissalam öz atalarından, onlar da Həzrət Peyğəmbər sallallahu nəql edirlər ki, Həzrət Peyğəmbər sallallahu buyurdu ki, 3 dəfə oğlan uşağı və qız uşağı dedi. Dedi, bunlar 10 yaşına çatdılar, bunların yataqlarını bir-birindən ayırın. Yəni ki, oğlan uşağı bir yataqda yatdı, artıq məsələn balacasının 10 yaşı varsa artıq bunların yatağını bir-birindən gərək ayırası Həzrət Peyğəmbər sallallahu və həmçinin qız uşağı da. 2 qız uşağı bir yataqda yatır, 10 yaşı varsa Həzrət Peyğəmbər sallallahu buyurur ki, bəşərin əxlaq ustadır. Bəşərin ki, Allah Teala Quranda buyurur Qələm surəsində ki, İnnəkə lə'alə xuluqin azim. Peyğəmbər, sənin çox böyük əxlaqın var. Sən çox böyük əxlaq üzərindəsən hətta. İnnəkə lə'alə xuluqin azim. Böyük bir əxlaqın üzərindəsən sən Peyğəmbərə buyurur. Başqa bir ayda buyurur ki, وَلَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ. İman gətirənlərə aiddir əlbəttə bu. Və qeyri-iman gətirənlər, hər kəs insafla baxsa, bilir ki, siz Peyğəmbərdə sizin üçün nümunə var. Yəni, nümunə axtarsınız, kimə özünüzü oxşadasınız, Peyğəmbər sizin üçün ən yaxşı nümunə. Başqa bu ayədə buyurur ki, Peyğəmbər aləmlərə rəhmətdir. Aləmlərə rəhmət olan Allah və onun Peyğəmbəri, Allah yəni bundan qabaq şahid edir ki, uşaqlarınız, balaca uşaqlar otağa daxillər, sizdən icazə alsın. Bu aləmlərə rəhmət olan Peyğəmbər isə buyurur ki, uşaqlarınız 10 yaşına çatdılar, bunların yatağını bir-birindən ayırın. Bunun üstündə əlbəttə bəhslər var. Yəni, məsələ çox-çox ciddidir. Bizim heç ağlımıza gəlmir. Mümkündür ki, çox uşaqlar məsələn bir yataqda yatırlar. Hələ bundan daha pisi qabaqdadır. Niyə görə nə olar? Buyurur ki, illətin qabaqda biz deyəcəyik. Niyə görə ki, məsələn, bunların nə olar ki, 2 dənə 10 yaşında uşaq bir yerdə yatsa? Yaxud da qız uşağı bir yerdə yatsa, indi illətləri qabaqda deyəcək. Peyğəmbərin burada 3 dəfə oğlan uşağı, 3 dəfə qız uşağı deməsi təkidə dəlalət edir. Yəni, Həzrət Peyğəmbər sallallahu buyurur ki, gərək bunlar ayrı qalsınlar. Səbəb nədir? Səbəb, əgər biz aşağı mənası ilə düşük, məsələn, ən az mənası ilə düşük, bizi huşyar eləmək istəyir, huşdar eləmək istəyir, bizə xəbər vermək istəyir, xətəri bizə çatdırmaq istəyir. Böyük mənasını düşük, yəni, məsələnin nə qədər dərinliyi bizə başa salmaq istəyir. Yəni, insan dedik, harada tərbiyə başlayır? Ailə mühitində. Ailə mühitində valideynləri görür, valideynlər gərək bu cür rəhbərləsinlər, həyalı olsunlar, imanlı olsunlar. İslam qaydalarının evdə bacardığı qədər riayət eləsinlər. Elə deyir ki, hər kəs birdən başlayır namaza, İslamda olan bütün əhkamları yerinə yetirir. Mümkündür. Birdən insan, məsələn, 50 kilo gücü çatırsa, 500 kilonun gücü çatmaz, qaldıra bilməz. İnsan yavaş-yavaş başlayır. Eynən pillələr kimi. Eynən pillələr kimi biri gəldi ki, alimlərdən birinə ki, ustad, mən baxıram, bu namaz hər gün eyni şeydir. Hər gün fərqli ola deyəsən ki, hər gün fərqli bir şeydir. Hər gün eyni şey. Hər gün eyni sözü təkrar edir, eyni şeydir. Bunun axı nə faydası var hər gün eyni şey təkrar edir? Ustad cavab verdi ki, zahirən hər gün eyni şeydir, amma bunlar pilləkənə bənzəyir. Hər gün, hər pillə səni əvvəlkindən daha yuxarı aparır. Hər namaz da səni əvvəlkindən daha yuxarı aparır. Daha ali məqamlara uzanmağa səbəb olur. İndi bu məsələlərdə də biz zahirən mümkündür ki, deyək, məsələn, bu nə işlərdir görürük, ya əməllər müxtəlif olsun, amma hər bir əməl insanı ucalığa aparır. Biz mümkündür ki, bu tərəfdən də hər bir əməlin hamısını götürək, onu, bunu hamısını birdən elə. Yox. İnsan səy eləməli yavaş-yavaş. Tədricən, dərs oxumaq da bu cürdür, bir şey öyrənmək də bu cürdür, hər bir şey bu cürdür. Tələsmək onun üçün deyiblər ki, şeytandandır və səbr Allahdandır. İnnəllahə mə'as-sabirin. Ona görə də hər bir ailədə təlaş olmalı ki, İslam qaydaları əməl olsun. Allahın sözüdür. Bundan kimsə xətər, zərər görməz. Və burada da buyurur ki, Peyğəmbər bizə xəbər verir ki, xətər var. Məsələ çox ciddidir. Gərək ciddi götürəsiz. Ailədə valideynlər gərək İslami qayda qanunlara əməl etsin. Hətta uşaqların vəzifəsi nədir? Uşaqlar necə eləməlidir? Buyurur ki, 10 yaşına çatdı artıq ayətsizlər, yatağa otağa. Çünki əsas söz burada budur ki, uşaq müməyyiz olur. Müməyyiz uşaq o uşaq deyirlər ki, artıq təşxis vermək, aydınlaşdırmaq, seçə bilir. Nədir artıq seçə bilir.
Bu halda olmuyor ki bunların pərdələri, həya pərdələri deşilər və onunla da bunların iffətləri aradan gedir. Dedik, iffət də həyanın bir şaxəsidir və bir qoludur. Həzrət Əleyhisselamın burada bir dənə də başqa sözü var. Buyurur ki, Həzrət Əleyhisselam buyurur ki, həya iffətin səbəbidir. Həya iffətin səbəbidir. Həyası olmayan şəxsin iffətli olmaz. Sonra başqa bir hədisdə Həzrət Əleyhisselam buyurur ki, deyir, hər kəsin iffəti həyası qədər olar. Biri o birindən artıq olmaz. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, dinin hamısı ilə həyadır. Dinin hamısı ilə həyadır. Bir cəhətləri var əlbəttə bu sözlərin. Burada Həzrət Əleyhisselam buyurur ki, elə hər kəsin iffəti həyası qədər olar. Yəni bunlar hamısı necə bir-birinə bağlı bir bəhslər. Çünki həya mövzusunda biz deyə bilmirik də bu kəmli bir şeydir, kəmiyyətdir. Kəmiyyət deyənə məsələn 2 kilo həyadır, 3 kilo həyadır. Belə bir şey məna vermir. Çünki buna deyirlər keyf deyirlər. Keyfiyyətdir həya. Bunun şiddətli və zəif olması, güclü və zəif olması barəsində biz danışa bilərik. Ona görə də buyurur ki, hər kəsin həyası, hər kəs həya ilə çox məşğul olsa, hər kəs nə işlə məşğul olsa, o sahədə qüvvətlənər. Hər kəs həyası ilə də məşğul olsa, həyası qüvvətlənər. Yəni, həyası çoxalar. Deyirik ki, qabaqçı hədisləri nəzərə almaqla biz baxsın məsələ, deyirik ki, hər kəsin həyası çoxalsa, imanı çoxalar. Bəli, imanı çoxalar. Və həmçinin bu etiqad sahəsində də görürük. Biz hamımız muvahhidik. Tək Allaha ibadət edir. Bir şəxs tək Allaha ibadət eləmək üzərində işləsə, onun muvahhid olması çoxalacaq. Allaha ixlası çoxalacaq. Tanıması çoxaldıqca ibadəti çoxalacaq. Hər bir şey belədir. Hər bir sahədə insan daha çox təlaş eləsə, çalışsa, o sahədə daha çox mütəxəssis olur. İndi isə başqa bir bəhsə işarə edir. Hansı bəhsə? Oğlan uşaqları ilə qız uşaqlarının bir-birinə qarışması məsələsi. Bu məsələ mümkündür eşidənlər narazılıq mümkündür eləyənlər və yaxud da narahat olalar, etiraz edirlər. Bu əlbəttə söz bizim öz sözümüzdür, nə bu kitabı yazanın öz sözüdür, birbaşa Peyğəmbərin sözüdür. Ki, Həzrət Peyğəmbər buyurdu ki, 10 yaşına çatdı oğlan uşaqları hətta. 2 oğlan uşağı, bunların yatağını ayırır. Qız uşağı, bunların yatağını ayırın. Hətta bu Şeyx Səduqun kitabında gəlib ki, 6 yaşındadır. Həzrət Peyğəmbər sallallahu 6 yaşdır. Uşaqların yatağını ayırır. Hər bir halda ya 6 yaşında, ya 10 yaşında o əsas məsələ ki, bizə çatır. Burada budur ki, yəni uşağın gözü qulağı açılır. Xüsusən indiki zamanda telefonlar qoyulmuş bir şey qalır. Xüsusən indiki zamanda uşaqlar, 10 yaşında uşaqlar artıq bir şeylər bilirlər ki, qabaqçı 15 yaşında uşaqlar bunu bilmirlər. Ona görə bunların yatağını bu şeyi ayırmaq lazımdır və diqqətli olmaq lazımdır. Axır zamanlar biz baxırıq, deyirlər, nə eybi var ki, qızla oğlan qarşı, buna baxan yoxdur. Hətta bir qız, bir oğlan oturdururlar, məsələn, məktəblərdə. Bir qız, bir oğlan oturdururlar. Bilmirlər ki, bunlar cəmiyyətə hansı zərərlər var. Cəmiyyətin gələcəyi hara gedir? Bilənlər bilir nə işlər baş verir. Yəni, çox-çox xətərli, həqiqətən. Bu, müəllifin yenə deyirəm, sözüdür, xətərdir. Bu, Quran ayəsidir ki, Quran buyurur ki, uşaqlarınız valideynlərinin yanına, balaca uşaqlara hələ müməyyiz olmayıb. Deyək ki, məsələn, uşaq müməyyiz olur 7 yaşında. Əsas budur. 7 yaşına çatmamış uşaqlarınız, ya balıq yaşına, buluq yaşına çatmamış deyək ki, müməyyiz yox. Hətta buluq yaşına çatmamış uşaqlar deyək ki, məsələn, 14-15 yaşında uşaqlar ta balacalığına ora qədər. İcazə alsınlar. Valideynləridir. Uşaqlar otaqlarına daxil olur, gərək icazə alsınlar. Bu, Quran ayəsidir. Allahın birbaşa ayəsidir. Həzrət Peyğəmbərdə olan hədis buyurdu ki, uşaqlarınız 10 yaşına çatdı, qardaşdır, amma yeni yataqlarına. İndi siz fərz edin ki, ayrı bir kişinin qızı, ayrı bir kişinin oğlu ilə bir-birinə qalışır. Özü də ailən vaxtlarında, müməyyiz vaxtlarında. Bunların xətəri nələrdir? Burada hansı xətərlər var? Diqqətləyin. Bu barədə danışmaq lazımdır ki, əgər Allah Teala bunu bizə tapşırır, deməli burada xətər var. Peyğəmbərin sözündə bu ki, yəni diqqətlə, burada məsələ dərindir, xətər var burada. Hətta bacı qardaş olsalar da, hətta 2 qardaş olsalar. Bacı qardaş heç, 2 bacı olsa 2 qardaş olsa, bunları ayırın bir-birindən. Fərz ki, biri digərinə naməhrəmdir. Biri digərinə naməhrəmdir. Yəni başqa kişinin qızı, başqa kişinin. Bunlar əgər bir-birinə qarışır, hansı fəsad yaranar, bunu siz təsəvvür edin. Mümkündür ki, bəzilər gəlirlər, qınayırlar. Məsələn, İranda sünnətgara deyirlər. Sünnətgara. Bizdə isə köhnədən qalmış deyirlər, ya köhnələşmiş deyirlər, bizdə belə deyirlər. Yenə müəllif buyurur ki, mən fəxr edirəm bununla. Çünki bu söz mənim öz sözümdür.
Bu sözü deyən birinci şəxs Həzrəti Peyğəmbər sallallahu. O Peyğəmbər ki, barəsində Allah Teala Quran ayəsini naziləyib, Nəzm surəsində buyurur ki, ma yantiqu anil hava in huwa vahyun yuha. Peyğəmbər özündən danışmır heç bir şey. Danışdıqları ona olan vəhiylərlə ki, bu Peyğəmbər bizə gəldi ki, uşaqlar üçün hətta iki eynicisi qardaş olsa yataları verdindən ayrı. Və Allah da dedi ki, valideynidir, ondan dünyaya gəlib. Hələ yaxşı ilə pisi dərk eləmir. Amma Allah da dedi ki, otağınıza girəndə icazə alsınlar. Çünki o sizin xəlvətinizdə hətta sizi yarı çılpaq belə görməsinlər. Bunlar hamısı bizə nəyi çatdırır, xilas edir? Bunlar hamısı göstərir ki, iffət nə qədər əhəmiyyəti var. Bu onu göstərir ki, yəni bizim diqqətləmədiyimiz nə qədər məsələlər var ki, əxlaq mövzusunda təsiri var imiş. Bizim ona diqqətimiz yoxdur. Əlbəttə biz naqısıyıq. Biz naqısıyıq, Allahla rabitəmiz kifayət qədərdir. Bizə vəhy olunmayıb, bizə mələk gəlmir. Şəriət bizə nazil olmayıb ki, bizə izah olunur hər şey bilə. Biz tədricən oxumaqla, eşitməklə öyrənirik. Mümkündür bu sahədə də kifayət qədər danışılmayıb. Ona görə də bu mövzular mümkündür əvvəl baxışda, əvvəl qulaq asanda insana yad gəl, amma insan düşünsə, nəticələri düşünsə, doğrudan nə olar? Olar, çox şey var. Razılaşır. Çünki burada deyilən sözlər insan ağlı ilə ziddir. Ağıl da qəbul edir. İnsana Allah Teala ağlı verir içərdən daxili Peyğəmbərdir. Peyğəmbəri xaricdən göndərir Peyğəmbəri, o da xarici Peyğəmbərdir. Biri olsa digəri olmasa faydası yoxdur. Fərzlə bir şəxs ağıllıdır, Peyğəmbər yoxdur. Hardan bilir ki, namaz neçə rəkət? Hardan bilir nə pisdir, cəmiyyətdə nə yaxşıdır? Bir şəxs xaricdən Peyğəmbər gəlir, bir şəxsin ağlı yoxdur. Dəriyə hayli Peyğəmbər, 1000 dənə Peyğəmbər gəlsin, nə faydası? Bəs hər ikisi bir nimətdir. Allah Teala göndərib bizə düzgün yaşayış tərzin. Çox şeyləri biz dərk eləmədiyimiz kimi uşaqların tərbiyəsində biz çox şeyləri biz dərk elədik. Dərk eləmədiyimizə görə uşaqlar biz istədiyimiz üçün görürsən, uşaq deyil, mən istəyirəm uşağım belə olsun. Amma olmayır. Neyliyim? Hamısı bu vasitələrdən keçir. Hər bir halda uşaqlar yaşını keçibsə, yenə də onları tərbiyə lazımdır. Gecdir, heç vaxt gecdir. Heç vaxt gecdir. Hətta bunda demiyorlar ki, biz bir şəxsin əlbəttə bir yaşa çatıb ki, artıq onun məsələn 40 yaşını keçib artıq ona nəsə təsir eləmək möcüzə deyil. Amma hər halda bunu demiyorlar ki, valideynlər həmişə öz uşaqlarına vəsiyyət eləsinlər. Çünki əgər fərz eləsin ki, övladın məsələn 60 yaşı var, anasının deyək ki, 75 yaşı var, 80 yaşı var, o ananın yanında o övlad yenə də onun uşağıdır. Ona uşaq kimi baxır. Öz uşağı kimi baxır. Hərçənd ki, o məsələn nəvəs nəticə gəlsin. Hər bir halda diqqətli olmalıyıq. Bu sözlər həqiqətən Allahın nemətidir. Allah çatdırır. Allah həmd edirəm ki, mənə də tövfiq verir ki, bu mövzuda danışam. İndi hər kəs öz qüdrəti qədərdir. Mən də burada kitabda qeyd olunan qədər deyirəm. Əlavə şeylər də ki, başqa kitablardan istifadə edir və təcrübələrə söykənərək, məsələn, orada bəzi misallar var, təcrübələr əsasındadır və gördüklərimiz əsasında, bizə deyilənlər əsasındadır. Allaha həmd olsun bu nemətə və Allah bizə tövfiq versin ki, bu deyilənlərdən yaxşı istifadə edək. Və yeri gəlmişkən buna deyim ki, təqdir və təşəkkürlər gəlir həqiqətən. Mənə şəxsdə yazırlar bu bəhslərə görə ki, mən təşəkkür də deyirəm. Hər kəs zəhmət çəkir, təşəkkür bildirir, onlara təşəkkürümü də bildirirəm. Allah bizə tövfiq versin ki, inşallah ilahi yaşayar. İlahi yaşayışdan başqa hər bir yaşayış zülmətdir. Heç bir faydası yoxdur. Axırı iztirabdır, axırı təklidir, axırı ehtiramsızlıqdır, iffətsizlikdir, qeyrətsizlikdir. Yəni, xoş aqibəti yoxdur. Amma ilahi yaşayan şəxslərin həyatına diqqət eləsiniz, üdrəmədən, gözlə görükən ən azı həddə başqalarının yanında öz abrını aparmayan şəxslərə baxsınız, görəsən, hər kəs şövq edir. Hər kəs onu görəndə xoşhal olar. Həzrət Əleyhisselam Məsud bunu deyim tamam inşallah. Həzrət Əleyhisselam Məsud Bəlağla hikmətlərdə buyurur ki, xalitun nasa muxalidətən. İn mittum bəqav aleykum və in əştum hənnu iləykum. Deyir ki, insanlara elə qarşı bir yaşayın ki, əgər ölsüz cəmaat sizə ağlasın, əgər diri qalsız, elə hey sizi görməyə təlaş eləsinlər, şövq eləsinlər ki, erkək filan kəsi görərdi. Allah Allah bizə belə yaşamağı nəsib eləsin. Gözəl günlərin axır vaxtlarıdır, axır çağlarıdır. Ramazan ayının artıq 25 günü arxada qaldı. Az bir günləri qalıb. İnşallah Allahdan arzulayır ki, bu az günlərdə inşallah bizə tövfiq versin ki, kamil şəkildə, Allah bəyənən şəkildə oruçlarımızı tutaq. Bir-birimiz barəsində çətinlikdə olan müsəlmanlar, müminlər barəsində inşallah bu aləmə yaddan çıxarmayaq. Sizləri Allaha tapşırırıq. Gələn bəhslərdə görüşənə qədər. Əssəlamu aleykum.
ve rahmetullahi ve berekatuhu.